Bolnis Bələdiyyəsinin meri Zamur Çitanova Gənclər Şurasının üzvləri ilə görüşüb. Qeyri-rəsmi şəraitdə keçirilən görüşdə gənclər Şuranın gələcək planları, irəli sürüləcək təşəbbüslər və bələdiyyə ilə əməkdaşlıq formaları barədə fikir mübadiləsi aparıblar. Bildirilib ki, gənclərin yerli qərarların qəbul edilməsi prosesində fəal iştirakı bələdiyyənin əsas prioritetlərindən biridir. Gənclər Şurasının səmərəli fəaliyyət göstərməsi üçün Bolnis Bələdiyyəsi Şuraya xüsusi iş məkanı da ayırıb. Bu məkanda şura üzvləri görüşlər keçirə, yeni ideyalar üzərində işləyə və təşəbbüslər hazırlaya biləcəklər. Onların fikirlərini, düşüncələrini dinlədim. Bolnisinin gələcəyi ilə bağlı təşəbbüslərini dilə gətirdilər. Eyni zamanda onlara məkan təhvil verdik. Burada onlar Bolnis gəncliyi olaraq öz imkanlarını, ideyalarını, Bolnisin inkişafı üçün vacib məsələləri müzakirə edəcəklər. Bu ilin mart ayından Gənclər Şurası fəaliyyət göstərir. İndiyədək ideyalarını bölüşürdülər. İndi imkan yaradılır ki, ideyalarını reallaşdırsınlar. Merlə görüşdük. Şuranın indi tam fəaliyyəti üçün şərait yarandı. Belə ki, bizim bugün binamız da oldu. Fikirlərimizi bölüşərək ortaq məxrəcə gələcəyik. Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratma ittihamı ilə 2 əcnəbi vətəndaşı saxlayıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları Tbilisdə keçirilən axtarış zamanı maddi sübut kimi xüsusilə külli miqdarda narkotik vasitə, o cümlədən satış üçün qablaşdırılmış 331 bağlama marixuana və narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar aşkar edərək götürüblər. İttiham olunan cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti digər aidiyyatı qurumlarla birgə həyata keçirdiyi tədbirlər nəticəsində son günlər ölkədən 102 xarici ölkə vətəndaşını deportasiya edib. Qurumun məlumatına görə deportasiya olunanlar arasında Pakistan, Türkmənistan, Özbəkistan, Hindistan, Azərbaycan, Türkiyə və Rusiya da daxil olmaqla müxtəlif ölkələrin vətəndaşları var. Mövcud qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərin hamısına Gürcüstana giriş qadağası tətbiq edilib.